Dostlar, ümumiyyətlə bir söz deyim. Mən çox istəyirəm ki, silsilə konsertlər edim. Amma xalq konsertləri deyək, yəni açıq havada xalq konsertləri etmək istəyirik və bunun sırasında istəyirəm sonra ikinci addımı Şəkidən ataq. Şəki mənə çox doğma bir yerdir və hər zaman Şəkidə çox el məclislərində, toylarda olmuşam, Şəmkirdə çox olmuşam və Goranboy öz elimdə çox olmaq istəyirəm və baxaq görək bizim seçimimizin arasında və ən ilk bizə kim addım atacaqsa, bax birinci o bölgədən başlayacağıq. İlk olaraq inanın ki, bizə birinci bu xalq konsertini etmək fikri ağlımıza gələndə Naxçıvandan bu təklif bizə gəldi. Biz də təklifi qəbul etdik və sevə-sevə də Naxçıvana gəlirəm və belə necə deyim, ürəkdən gəlirəm və çox istəyirəm ki, orada gəlim və insanlarla yaxşı bir konsert proqramı ilə çıxış edeyim. Hamımız bir yerdə deyək, gülək.